Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Məsələ barəsindədir ki, hamı mənə müraciət edərək hüquqi məsləhət almaq üçün bilir ki, mənim vəsai müddətimin vaxtı bitib, mən vəsai ala bilərəmmi və yaxud mənə müəyyən səbəblərdən vəsai vermir, evdən çıxardırlar məni. Atamın dünyasını dəyişib, qardaşım evdən çıxardır və yaxud anamın dünyasını dəyişib, evi anamın adından idi, qardaşım məni evdən çıxardıb vəsai pay götürüb və yaxud sual verirlər ki, eyni zamanda mən ailə üzvlərindən qalırdım, uşaqlarımla qalırdım, indi uşaqlarım da çıxmalıdırmı? İndi mən hüquqşünas Zaur Seyidzadə bu məsələyə aydınlıq gətirəcəm. Xeyr, heç kim çıxmamalıdır. Niyə? İndi izah edirəm, videoya baxın, hər şey aydın olsun, sona qədər baxın, hörmətli izləyicilər. Əgər ikincədən məsuliyyət istəsə, fərdi qaydada qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlaya bilər, hörmətli izləyicilər. Deməli, məsələ budur ki, hörmətli izləyicilər, vəsai olduğu zaman vəsənin öz payı var. Hamı bilir ki, vəsai arasında bölünür. Amma bir də görürsən, müəyyən səbəblərdən vəsai müddəti buraxır, vəsai qəbul olunmur və yaxud vəsaiətnamə verən şəxsi vəsaiətnamədə yazır ki, mən digər vəsai belirlə vəsai payını verməsinə imtina edirəm, təxmini belə bir söz yazır. O halda belə bir vəsai varsa, digər uşaqlar həmin evdə qalıbsa, vəfat edənin qohumlarıdırsa, qohum dildə, yəni belə arvad, oğul qız, nəvələrdirsə, o halda olan qeydiyyatı varsa, mütləq olanın orada yaşama hüququ var. Hətta bir şey deyim, gəlindirsə, gəlin gəlibsə, ərviyi təyin olunubsa, himayəsində ərviyi olan uşaq varsa, o uşağın da orada qalmaq hüququ var. Ümumiyyətlə, kinini asılı olmayaq, o evdə qalırsa, ərviyi təyin olunubsa, bunu mən həmin ərviyi olan şəxs kimi deyəm, ərvi arabasında olan şəxs kimi deyəm, həmin hüquqşünas kimi deyəm. Hörmətli izləyicilər, nəzərə alın, qalmaq hüququ var. Digər məsələ ondan ibarətdir ki, deyirlər ki, bəs mən vəsai payını götürmədim, indi nə etməliyəm? İnsanlar düşünür ki, bizdə 2023-cü ilin dekabr ayının qanun qəbul olundu. Daha düzgün Ali Məhkəmənin premium qərarı var ki, yəni ki, o vaxta qədər kim vəsai götürmürsə, imtina edilmiş hesab olundu. Ondan sonra qanun qəbul olundu ki, artıq götürmədiyiniz halda da vəsai hesab olunursunuz. Bu bir mənalı şəkildə qeyd olunur ki, yəni ki, hörmətli izləyicilər, vəsai payı açıq qalır. Əgər mülkiyyət sahibi 2023-cü dekabr ayının 23-dən rəhmətə gedibsə, nəzərə alın. Digər halda götürməlisiniz ondan qabaqki illərdə 2022, 2021, 2012 məsələsinin fərqi yoxdur. Neçənci il götürməlisiniz, digər vəsai də götürmürsə, o halda siz məhkəməyə müraciət edib vəsai payı məhkəmə qaydasında götürə bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın, əsas məsələdən biri də budur. Mütləq qaydada. Yəni ki, bu ola bilər. Vəsiyyətnamə ilə bağlı onu qeyd edin ki, dediyim kimi belə qeyd eləmişdim. Orada vəsiyyətnamə verən şəxs vəsiyyətnamə verdiyi zaman yazmır ki, digər vəsai hüququna məhkum edirəm. O halda digər şəxslərin də orada məcbur payı var. Vəsiyyətnamənin 50%, yəni vəsiyyətnamə verən şəxsə qalır. Mirasın belə deyək də, hörmətli izləyicilər. Digər 50%, digər məcbur pay alan şəxslər arasında bölünür. Yəni, arvad, ata-ana və oğul qız arasında bölünür. Digər şəxslərsə məcburi vəsai hesab olunmur. Hörmətli izləyicilər, nəzərə alın. Bazı məsələsi və vəsai hesab olunmur. Belə deyək də, vəfat etmiş şəxsin bacısı varsa vəsai hesab olunmur. Digər qohumları varsa vəsai hesab olunmur. Bir dənə məsələ deyim. Tutaq ki, vətəndaş, evladın biri, getdi vəsaini götürdü, mülkiyyət sahibi öz adına, digərlərinə, hətta onu deyək də, vəsai verilmədisə, o halda da orada yaşayırsa, qeydiyyatı varsa, mütləq qaydada həmin şəxs evi başqasını satıb və yaxud bağışlamaq istəyirsə, mütləq qaydada digərlərinin razılığı lazımdır. Razılıq yoxdursa, bu nüvəsai predmetdə, yəni məhkəmənin nüvəsi oluna bilər. Nəzərə alın, bu halda da kimə bağışlayıbsa, bağışlama müqaviləsi, kimə satıbsa, alqı-satqı müqaviləsi məhkəmə qaydasında vəq olunması üçün məhkəməyə müraciət etmək olar. Hörmətli izləyicilər, nəzərə alın, əsas məsələdən biri də budur. Mütləq qaydada. Yəni ki, belə deyək, vəsai payını götürdüyü zaman
heç kimdən icazə almaq tələb olunmur. Amma həmin payı satdığı zaman, bağışladığı zaman tələb olunur, hörmətli izləyicilər. Nəzərə alın. Sonunda sizdən xahiş edirəm, videonu bəyənin, kanala abunə olun ki, daha çox şəxsin bu barədə məlumat olsun. Hörmətli izləyicilər, bir neçə təfsirdə vermək istəyirəm. Mütləq qaydalar. Müddəti buraxmayın. Nə pay götürürsə vaxtında götürün, nə bağışlayırsa vaxtında edin ki, sonra problem olmasın. Amma onu da qeyd edin ki, ölmüş şəxsin əgər bəlkə bankaya və yaxud digər şəxslərə borcu varsa, vərəsə payını götürdüyü zaman onu mütləq ödəməlidir. Yəni siz pay götürməmişdən qabaq fikirləşin, onu götürmək dəyər, dəyməz. Məsəl üçün, 10 minlik maşın qalar, pay götürəsiniz ki, vətəndaşın maşını qalıb vərəsə kimi götürürəm. Amma baxarsınız, görürsünüz ki, 20 min borcu var. O sizə səhv eləmir, onu düşünün və onu həyata keçirdin. Əgər səhv eləyirsə vərəsə payını götürün, səhv eləmirsə imtina edin. Yeni qanunverici əsasən 3 ay ərzində siz məhkəməyə müraciət etməlisiniz. Məhkəməyə deyəndə daha düzgün birinci növbədə notariusa müraciət etməlisiniz ki, mən vərəsə payını imtina edirəm. O halda hörmətli izləyicilər, mütləq qaydalar. İmtina edilməsi üçün müraciət etmək lazımdır. Etməsiniz vərəsə payın qəbul edilmiş hesab olunur. Hörmətli izləyicilər. Yəni ki, aldanmayın. Əgər siz də vərəsə kimi həmin payı verməsiniz, həmin pay açıq qalsa, o halda bayan deyil, digər qurumlarda məhkəməyə verir, əmlakin satılmasını tələb edə bilərlər. Nəzərə alın. Hörmətli izləyicilər, onu qeyd edin ki, mənim YouTube kanalımda sosial yardımla bağlı, əmlakin bölgüsünə bağlı, pensiyanla bağlı, uşaqla ünsiyyətlə bağlı, boşanmanla bağlı, amətlə bağlı və digər məsələlərlə bağlı videolar var. 1600-dən yuxarı şortla birlikdə tanış ola bilirsiniz. Kanala abunə olun, tanış olun. Eyni zamanda zingoro işarəsini aktiv edin ki, digər videolarda gələndə sizin xəbəriniz olsun. Məlumat üçün bildirirəm ki, mən hüquqşünas Zaur Seyidzadə telefonla hüquqi məsləhətlər verirəm, əyani hüquqi məsləhətlər verirəm. Eyni zamanda ərizəyə yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Nəzərə alın. Yəni gəlmədən də müraciət edə bilərsiniz. Hörmətli izləyicilər. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Yəni mən özüm əlillik şəxs olduğuma görə insanların maddi vəziyyətini başa düşərək bunu belki güclü kampanya formasında edirəm. Hətta onu da qeyd edin ki, oktyabr ayının axırına qədər 2023-cü il tarixinə qədər belə deyək də müəllimlər, tələbələr və valideynlər üçün güclü kampanya həyata keçirir. O nədədir? Mən dediyim qiyməti ödəməyəcəklər, özlərinin imkanı nəyə çatırsa onu ödəyəcəklər. Amma məsləhət üçün ərizənin yazılması və digər şərtlərin yazılması ayrıca bir qiymətdir, hörmətli izləyicilər. Buyurun müraciət edin. Diqqətli qalın, sağ olun. Sağ olun, hörmətli izləyicilər.